Yazdıq. İndi deməli bura bir dənə adını dəyişirəm. Bunu show create eləyirəm. Response render create eləyir. Created postda da nə edirik? Deməli yazıram const user yox post bərabərdir new post. New postun içərisinə atırıq. Nəyi? Title, content, author. Bunu da yazdıq. Bunu da yazırıq. Bunu da nə edirəm? Await edirəm. Niyə? Gedir bunu harda yaradır? MongoDB-də yaradır. Aha, bunu da elədimsə əgər dalınca da bir dənə rahat. Sonra nə edirəm? Sonra bunu yaradandan sonra bir dənə nə edirəm? Yenə await edirəm. Niyə? Postu yaradılmış, save edirəm. Və hər şey əgər okeydirsə, responsu redirect edirəm hara? Ümumi postlarımın göstərdiyi yerə, bura. Prosto post. Əslində onun adını dəyişdirməliyik. Save yox, nə yazdım mən? O redirectlərini tezdən render edəcək onu. Elə bil, bax, bizim create formumuz başqa page'dir. Postları göstərdiyimiz başqa page'dir. Biz o forumda yazdıq. Bu metod işə düşdü. Okeyləndisə, redirect edirəm digərlərə ki, yaratdığım postu görəsən. Və response, deməli, status 500-ü bura atırıq. 500, JSON message, error. Okey, bunu da atdıq bura. Bunu yapaq deyək, created post. Create post eləyək yaxşı. Gəlirəm post routerdə bunları sərgiyə salıram. Deməli, deyirəm ki, create səhifəsində create post show post harda create-də bunu göstər, show postu show create-də bunu göstər, create-ə gedəndə render elə hansı səhifəni, create səhifəsini render elə, bunu buradan götürürük. Aha, əgər bunu göndər, artıq, bir dənə də bu show create-də də içərisində create səhifəmizə gedirik. Niyə gedirik? Orada view-da create post yazacağıq ki, geçsin həmən linkdə bunu yaratsın. MVC-dir. MVC-dir. Dondu. Create post. Görəyimdən özünə gəlsin bu. Mən bütün hamısını bitirməyə təxmini neçə dərsimdir qalır? 2. 2 dərsdən sonra söyləyəcəm. Onu qutardı. Frontend qutarmışıq. Qaldəb oldu. Yox, yəni özünə edirəm, yəni bu 27-ci qrupun sözü qutardığı temaları. Yes, уже siz gedirsiniz praktikaya. Уже только практика конец olacaq. Praktika Create post. olacaq tam olaraq. Nətər? Praktika bir dənə layihə verəcəm hamıya. Ayrı-ayrı layihə verəcəm. Mənim diplom söhbəti indi Toğrul'la danışaq görə diplom söhbəti nə yerdədir? Mənim diplomum. Okey. Mən onlar tarazı diplom titrəyə kimi qəbul edirəm. Mehdi ilə məndə hazırdır. Mehdi səndə də hazırdır, narahat olma. Məndə də bunlar tarazı qəbul edirəm kimi diplom. Mən Snowboardda sayt yığmışam. Düz. Bir də ki, ucu qutarmışam ha dostlar. Amma hələlik publish eləməmişim. Qoy user yaxşı istifadə eləsin, sonra publish eləyəcəm. Əlasan. Demodadırsa, demoslatda mən biraz girim baxım. Demoda deyil, bir dəqiqə ucu hər şey qutarıb. Okey. Sən git yapma bilərəm, o da ki privat. Deməli Danışaq. port running, no port running uşaqlar. Bu code sandbox'un şeyi başı qoyduğu görün niyə. Aha. Deməli gəlirik post controller. Deməli metodlarımız buradadır. Buradan rootları handle elədik. Create post, show create post nə edirdi? Gəlirdim, bunu yaradırdım. Okey. İndi gələk nə edək? İndi gələk index.js'də nə edirəm? Post
deyəndə getsin post router'ı çağırsın. Mən bunu bağlayanda sən okeylənirsən. Deməli səndə nəsə tema var ki, niyə? Error handler. Okay. Nəsə, okey. Deməli, gəlirik post router açırıq. Görək burada nə problemimiz var bizim. Bunu import edirəm. Bunu import eləməyə mənə kömək eləyəsən. Post routes. Gəlirik, import post routes from routes post router. Okey, bunu çəkdik. İndi baxın, post linkinə gedəndə post routes işə düşməlidir. Nə edirəm? Get post deyirəm prosta. Get postda nə edirik? Get postda da prosta gedir MongoDB-dən hamısını çəkir. Aha. İndi gələk. Birinci MongoDB-yə baxaq ki, burada nə baş verir ümumiyyətlə. Aha, post artıq görürük ki, post table'ımız create olub, düzdürmü? Gəlir üzərinə klikləyirik. Hər hansı bir datamız yoxdur orada. İndi biz nə edəcəyik? Create eləyəcəyik. Necə keçən dəfə bloqu yaratdıq, bu dəfə də onu eləyirik. Gəlirəm bura, gedirəm hara? Gedirəm create eləməyə. Create-i də necə yazmışdıq? /create. /create-də mənə nəyi qaytarır? Show create-i qaytarır, düzdürmü? O da sadəcə view-nu render edir. Deməli, yazırıq post /create və bir dənə formumuz açılmalıdır. Açılmadı amma. Niyə? Deməli, mən post elədim, dalınca create elədim. Create view-um var. Var. Bəs niyə? Gələk bir dənə də baxaq. Deməli, mənim postum var appdə. Gəlir birinci posta gedir. Görün post nə qaytarım hə? Postu qaytardı. Okey, gözəl. İndi deyirəm create-ə get. Bir dəqiqə, post. Deməli, postda nə var post? Title, post, belə. Create-də, create post. Create ages, başqa nəsə yoxdur, okey. Posts, gəlirəm, create. Burada hər şey düzdür da. Router. Yox, Router orada get eləməliyik bizi. Router nöqtə get create nə? Show create. Gəlirəm show create. Görək. Bu nə deyir mənə? Aha, deməli gəlirəm post. Bəli. Bəli. Birinci post sonra get olmalı deyil. Yox, mən hələ şey çalışıram eləməyə. Bu create səhifəsini render eləməyə çalışıram. Başa. Get show create eləyirəm də, yəni show create. Show create. Niyə eləmirsən? Post create get create. Niyə gəl düşmür bura? Create get oldu. New deyim, yaxşı, new'ya gedək. New. Aha, baxaq. Bunun özündə də problem var ki, bu partlayır.
maraqlı. Show create düzdür də, response render'də mən burada nə yazım məsələn? Response render create. Post router new. Əsas səhifəm bura gəlirik, blocks. Post deyirəm yaxşı. Submit post, post metodudur. Index.js-imizə gedirəm, posts. Post routes, router get id new. Show create. Düşünmürəm amma yazaq da. Düzdür. Okay. İndi gələk post. Post. Gedək nəyə? New-ya. New yazıq da. New post. Mənim restimiz bizə vəbşi nə qaytarırsa baxa, bəlkə onun yolu render metodu istifadə olunur. Heç ki vermədi ki. Post. Onda o məndə restləri gəldi. New. Düşdü nəsə yox. Bax nə deyir bunu? Gəl oxuyaq da. String value new, value type string, object id, pass, reason, customer, for model post. Bu nəyəsə girir, orada başqa cür oxuyur onu. Post routes. Get eləyirik, new da. Böyük hərflə falan yazmaq problemimiz adı yoxdur. Yəni böyük hərflə yazanda götürmür də hələ şey. Fikirləşirəm ki, bu ola bilər. Post, evet. Ha, ümumiyyətlə şeydir, Code Sandbox-unuzu bilədir. Visual Studio Code-da işləsə daha rahat işləyərsiniz. Okey, belə düşünürəm ki, problem nədir? Problem, baxın, harada düzəldi məsələ. Mən bunu atdım kommentə. Bu gəlir, ikisini eyni root kimi görür. Getpost by id eləməyə çalışır. Getpost id eləməyə çalışanda məlumat yoxdur, partlayır orada. Bax, bunu işdə salır. Okey? İndi onu necə handle eləyor? Bunu handle eləməlidir axı o. Bu uşaqlar, şeyinizi bilidir. Code Sandbox-unuzu bilidir. Yadınızdadır, JavaScript-i yazanda bəzən gözlənilməyən davranış göstərir deyə. Bax, bu da eyni temadır. Bax, bunu neynədim? Bağladım. Elə bil gəlir. Mən bura new yazanda bunu id kimi görür. Ona görə bunu işə salır. Bunu da işə salanda buradakı funksiyonum neynəmək istəyir? İstəyir MongoDB-dəki bu id-yə uyğun məlumat tapsın. Bizim də MongoDB-imizdə məlumat yoxdur. Ona görə partlayır. Okey? İndi bir dənə show create eləyim. Bunu açım, okey olmalıdır. Gələk yazırıq. Username, yazaq username, yazaq post. Yazaq əlifzət. Yazaq əflatun. Qeyri-adi adlar mı? Nətimi. Əbdülxaliq. Əbdülxaliq Mömin ağa. Bu eksperti qulağına olur. Bildiyin ekspert. Ekspert tanımırsınız. Show create. Bunu açıram. Yox, show create niyə açıram? Yox, səhv elədim. Create post.
Create post. Create post'u da buradan götürüm ki metoda atanda. Mən nə yazıram? Yaxşı ola gözləyim. Show create. Gedək, create şeylədi, render elədi. Create render elədisə, burada nə yazmışıq? Submit post. Burada da gəlir təzədən bura. Burada gəldiyinə görə onu post kimi görəcək və bu create postu işə salmaq lazımdır ona görə də. Create post. Create post da öz sırasında nə edir? Gedir onu yaradır. Görək nə olur. Aha, indi gələk bunu yazmağa çalışaq. Gəlirik. Deməli post new formumuz açılır. Buraya yazırıq əlifzət əlavə Fatimə. Submit post. Aha, cannot post. Okay, əla. Niyə cannot post? Deməli gəlir bu slash onu create post. Bu yaxşı, niyə partladı nəsən? Evet. Mən bəlkə səhvi düz yazmamışdır. Fəsli düz yazmamışıq. Kesinlikle yadınızda da 2 dənə olurdu deyə bir dənəsini sildiyə. Bax, sizə post yazmışam. Create post edirəm. Async await. Await post elədik. Title, content, Sonra direct post yazmışsınız, düz. Aha. Deməli redirect post. Aa, ola bilər. Yes, deməli post. Bəlkə prosta belə post yazaq. Bəli, mən onu deyirəm. Halal sana. Çox sağ olun. Yox. Post. Burada deməli. Aa, okey. Bizdə nədir view-nun adı? Post. Post. Gəl ümumiyyətlə görə view açılırmı post olaraq? Heç bu açılmır. Çox qəribə. Aa, okey uşaqlar. Səhv hardadır? Səhvi tapdıq məncədir. Postu indi açaq. App user-ə istəyirəm. Yes, app use-da post vermişik və post rootsu şeyləri, post açılmalı deyil onda. Görək, indi düz olmalıdır məncə. Yes, açıldı, okey. İndi gələk, deməli new-ya gedirik də təzən, new. Buradan gəlirəm, deməli buradan responsum gəlir buradan, hər şey okeydir. Deməli yazıram ki, Fatimə nuş olsun 5 dəfə. Submit. Cannot post. Okey, bu niyə belə elədi? Yaxşı. İndi gəlib postu. Mən yapar dəyişdik axı. Show create elədik. Hə. O pəki dəyişdik axı. O səhv ola bilər. Yes. Redirect. Baba slash eləmək lazımdır. Bəli. Get postu da bura vururam. Yox, renderdə, renderdə pəs lazım deyil. Aləm deyil bir-birinə. Nə? Doyuzdurmur. Çıxanda bir dənə dönər yemək istəyirəm, yəni istəsən. Yaxşı lahmacun. Pide verirlərsə yeyək də. Yaxşı. Post. Aha, görək. Post bu düzgün işləyir. New düzgün işləyir. Submit post. Aha, nəsə, bax şeyin zibilidir, view-dakı zibilimizdir. Posta gələk. Post deyir. Bəs mən nə göndərirəm burada? Post göndərirəm. Amma view-ya baxaq, create-ə gəlirik. Create-də mən nə edirəm? Mən gəlib nə şey eləməliyəm? Post atanda metod post, create post, router post, create post. Deyəsən bildim nədir məsələ. Yox, budur bax, post fikirləşirəm. Görək nə olur. Aha. Fərqli error aldıq.
Bu nə errordur? Bu o errordur ki, bu modelin errorudur. Deyir author. Nəsə authorda bizdə autoru bizə qaytardı və nə deyir? Cast error verir. Çünki biz modeli tanımlayanda necə tanımlamışıq? Block mu yox, post mu? Biz burada type, gəlin bunu dəyişdirək uşaqlar. Relation'ın başını buraxaq hələ ki. Bunu prosta string verirəm. Prosta belə eləsin də. String. Deməli bu string oldu. Bu belə. Bu belə. Post root. Görək hər şey okeydir. Create post. Görüntüyə də baxaq. Create. Author. Vrodi hər şey okeydir. Gedək. Post. New. Submit post. Yes. Gəldi. Düşdü. Uşaqlar, problemimiz nə idi? Mən əslində bayaq relation'la başa salmaq istəyirdim. Çünki əslində backend neynir normalda? Database'iniz var əlində. Database'in məlumatları çəkir, göndərir fronta. Yaxud front nəsə məlumat eləyəndə əlavə edir şeyə. Əlbəttə ki, hamısı yoxlanılmış şəkildə olmalıdır. Hətta frontda validasiyaya ehtiyac yoxdur. Yəni frontda validasiya olmasa da olar. Amma backdə mütləq validasiya olmalıdır. İndi bizim də problemimiz bayaqdan nə idi? Artıq görürsünüzsə normal yaranır da. Tema ondadır ki, mən relation qurmaq istəyirdim. Relationu sən bayaq yox edin Fatimə dərsə. Backend elə əsas relationla bağlıdır. Yəni məsələn o binazı zadda girsəndə kartın üstünə məlumat açılır. Məsələn onlar ayrı-ayrı saxlanılır database-də. Table'lar fərqli saxlanılır. Hamısı bir yerdə saxlanılmır. Bunların da arasında əlaqə qurmaq lazımdır da. Gəlin bir dənə ümumiyyətlə şəkil göstərəm. Niyə danışıram ki? Relation, database, visual. Nə? AI? ER. Nədir o? Orada ikinci çıxıb. Məsələn, orada aidilərlə əlaqə. Bəli, mən görmürəm. Sən görməyəsən. Hayır, bəli. Gözdə bir dənə yaxşı bir şey tapın, Mehdi göstərəcəm sənə də. Öyrədirdilər. Bizdə yox, fizdəkilər. SQL-də, hə. Yəni backend bunu yaxşı bilməlidir. Bizim universitetdə proqramlaşdırmadan yalan yazsın, bal verirlər. Bilmirlər o qədər. Ciddi, mən ona universitetdə işləyənlərin çoxu, yəni universitet müəllim işləyənlər deyirəm, bilmirmiş. Bilmirlər, ona görə müəllim işləyirlər də. Yox, müəllim birinci kurslarında elə gəlmir də insana baxmayın, gəlirsən ilk dəfə görsün onları. İkinci kursda hər şey başa düşəndən sonra bizə bir müəllim gəlmişdi. HTML sessiz səhvədə JavaScript demədim işi. Yox. Qopdu orada. Bizdə ancaq vərəqi doldururlar, bal verirlər. Bizdə işə. Gəlin belə eləyək də uşaqlarda, ən bombası. Valla deyəcəm. Çox sağ olun, çox. Mən dönər yeyəcəm. Görürsən atlar hardan gəlir? Atlar. Əlif, Səd, Ələkbər. Baxın uşaqlar, elə əslində qəşəng bir misal verdi. Bu məncə sizə daha oturar. Baxın, elə bil Turing-deyik də yenə də olan bir şeydir. Database-i var, Turing-in database-i var. Məsələn, Fizza oxuyur F2607-də, düzdürmü? Database qrupunda oxuyur. Həm də database qrupunda oxuyur, həm də UI UX qrupunda oxuyur, düzdürmü? Məlumatlar necə saxlanılır? Deməli, bir dənə tələbələrin cədvəli var. Bir dənə tələbələr cədvəli var. Prosesin adı, soyadınız, tarixiniz orada qalır. Bir dənə otaqlar da table var. Otağın adı, tutma həcmi, müəllimlər table var. Kurs şey var, type table var, hansı ki UI UX, frontend, backend, data science. Aha. İndi
məlumatları gətirəndə biz gətirməliyik ki, Fizza frontend və 26 onda oxuyur və Rail-dəki onun müəllimi, düzdürmü? Gördünüz, amma hamısı fərqli table'lardadır, düzdürmü? Bax, müəllimlər başqa table'da qalıb, tələbələr başqa table'da qalıb. Bu Fizzanı, bu table'larını əlaqələndirmək lazımdır da ki, mən Fizzanı gətirəndə Fizzanın yanında bir köməkçi bir şey olmalıdır ki, mən həmən köməkçi şeylə gedim o birisi table'larını tapım ki, bax Fizzanı götürdüm. Bax, ay Fizzanın müəllimi kimsən? Ay Fizzanın qrupu kimsən? Ay Fizzanın otağı kimsən? Aysa, budur uşaqlar. Primary key adlanır. Primary key. Universitetdən bəlkə eşitmişsiniz, nə? Foreign key. Hə, aysa. Yox, primary key əsas şeydir. Hə. Yes. Artıq bir dənə də burada ucu gəlirik şeyə, relationlara. Bax, əlaqələndirmək. 3 cür əlaqələndirmək var. 3 cür əlaqələndirmək. One to one. One to many. Yes. Deyəsən universitetdə keçiblər. Ben uz eləmişim. Hə. One to many, many to many. One to one rahatdır. One to one-a gəlin bir dənə example-lar deyək. Bina az, turba az. Klik elədiniz, maşındır. İndi mən maşın deyirəm, bəlkə beynimizdə tam yatmır. Binaya girdiniz mirvaridə, həmən mirvarinin detalları açıldı. Bu one to one-dır. Yəni, niyə one to one-dır da? Bax, səbəb nədir? Çünki mən mirvaridə bir evə girdimsə, elanda evə girdimsə, həmən elana aid, evə aid məlumatları görürəm, düzdürmü? Həmən evin məlumatları başqa bir evə aid ola bilərmi? Xeyr, ancaq birinə aiddir, düzdürmü? Deməli, one to one-dan nə nəticə çıxarırıq? Birinə ancaq aid ola bilər. Deyirik ki, one to one-da, axı bir neçə user klik eləyə bilər, niyə one to many olmur o? User klik eləsini, məlumatların bir-birindən şeyi var axı. Sən bir dənə kartı görürsən ha, sən kartla o məlumatları birləşdir, userla birləşdir. Yox, fikirləşdir. Yes, onunla girmə ona, hə. Okay. Gəlin, indi gələcək ora. One to one başa düşdükdə, məsələn, FinCode-la biz. FinCode şəxsiyyət vəsiqəsinin FinCode-u. One to one-lıq ondan, düzdürmü? Məsələn, Fizdən nə başqa bir misal deyə bilərsən? Yes. Fizə köməklə relationlar üçün for deyirəm də. For relations. Aha. İndi gəlirik, bura baxmamışdan qabaq. Nə deyir? Primary key identify edir table. Bu sizin unique ID-nizdir. Əslində uşaqlar, bayaq fikrimi səhv izah elədim. Primary key ilə sizin əsas table-ınızın hər bir datanızın ID-si olur, uniqueleşdirir həmən onu. Fizzəni uniqueleşdirir. Fizza ilə artıq məni, otaqları birləşdirən foreign key-dir. Foreign key-dir, tamam? İndi gəldi one to one təxmini tutdunuz da. İndi məsələn, Turing üzrə geçəcək one to one nə ola bilər? Məsələn, Fizza ilə mən one to one deyiləm. Çünki Fizza gedib Məhəmməd müəllimin dərsində də ola bilər. Okay, hə, bu one to one deyil. Sonra one to one bizdə nə ola bilər? Müəllim bir çox kursda işləyə bilər. Yes, müəllim bir çox kursda işləyə bilər. Mən də Turingdən one to one-da deyiləm. Məsələn, Turingdə one to one çətindir, hə? Toğrul bəylə Turingin bir dənə başçısı var. Toğrul bəylə bir dənə kursu var, amma da bir çox kurs ola bilər. Ola bilər. Sağ ol. Əgər ola bilər sualı verilirsə, proyektə gələndə arxitektlər deyirik, arxitektlər var ya. Arxitektlər nə edir? Bu ola bilər suallarını verirlər. Əgər ola bilər sualı cavabı çıxırsa, deyirlər yox, bu one to deyil, bu one to many-dir. Tamam? Bir insana bir deyimi ola bilər məsəl. Bir deyini ola bilər. Aha, məsələn, bir insanın bir neçə maşını ola bilər. O deyil o. Bir insanın bir neçə... Mən, biz many-to-many falan gələcək birazdan. Mən istəyirəm hələ ki one to one-ları tutaq da. Məsələn, sənin kompüterin, sənin kompüterin, sənin adı var da sorucu, başqasının adını ola bilməz, düzdürmü? Aysa, demək bu one to one-dır. Ən gözəl misal. Bax, o bina azdakı o kart məsələsidir.
Çünki o kartdakı o məlumat, o şəkillər başqa bir evə aid ola bilməz. O məlumat başqa bir evə aid deyil. Qiymət o bütün o məlumatlar var. O başqa bir şeyə aid ola bilməz. Yalnız o evə aiddir, o karta aiddir. Tamam? Bu ən gözəl one-to-one izahıdır. Tamam? Yaxud şəxsi vəsiqəmiz. Şəxsi vəsiqəmiz bizə aiddir. Tamam? Sonra Müəllim, amma düz deyil də. Məsələn üçün bir binada iki bənzər ev ola bilərmi? Bəli, ola bilər. Sırf bənzər ola bilər, amma tam eyni olmayacaq, düzdürmü? Təqlidi də, yəni eyni olanlar olar. Yox, amma belə deyək də. Yox, sən amma onların ayrıca o bizəcə mənzil ayrıca detallı olacaq. İkisində eyni detallı saxlanıla bilməz. Bu riskdir. Bunu arxitektlər yazanda o riski gözə almırlar ki, deyir, bəlkə gəldi polunu sökdü, elədi sarı. Okay? Dəyişə bilər. Sənin yanaşmağına gedə bilərik. Bəli, həqiqətən də iki mənzilin oxşar şey ola bilər, detallı ola bilər. Amma onlar mutasiya uğraya bilərlər də, pol dəyişilə bilər. Ona görə onları mütləq ayırırlar. Tutdun nə edirəm? Hə. Okay. Bax ona görə. Bax əslində bu arxitektlər gəlir işdə nəyi görür? Bu ehtimalları nəzərə alırlar ki, relation-da bunları nəzərə alın. Bu ola bilər. Amma heç vaxt Fatimənin koduna mənim kodum heç vaxt eyni ola bilməz. Okay. One-to-one tutdunuz, düzümü? İndi gələk one-to-many-yə. Gələk məsələn bu one-to-one necə şey verir? Bir uşağının bir valideyni var, bir valideynin bir neçə uşağı var. Deməli one to many ata gəlir. O biraz şərtidir, yəni relationshiplərin. Hə, biraz şərtidir. Amma onu one to many-yə basarlar. Əgər relation qursalar. Baxın, bu da qəşəng bir example verdi. Student profil. Tutaq ki, Turingdə sizin profiliniz var. Bu profil ancaq sizə aiddir də, başqasına aid ola bilməyəcək ki. Bu ancaq baxın table çəkib. Ora baxın diqqətlə. Görürsən də deməkdir. Baxın bu table-ı yaradıb, database table-ı yaradıb. Name-i var, email-i var, student ID-si var. Fikir verdiniz? Bu nədir? Bu primary key-dir. Bunun unique ID-sidir. Və student profile table var. Orada da onun daha belə geniş məlumatları var da. Gör orada nəyi saxlayır? Bir dənə də column kimi student ID-ni saxlayır. Artıq mən buna klik eləyəndə, Alice bir kartdır. Alice-ə klik eləyəndə backend nə edir? Gedir student ID-yə uyğun table çəkir və onun məlumatlarını detailda çıxardır. Backendin işidir. Yox, backendin işidir. Düzdür, bunu belə advanced versiyonda SQL developerlar edir, amma backendin işidir. Bax gördün, bunun ID-sini object table'da qalıb. Ona görə də gedib tapa bilir. Bu məlumat hansı tələbəyə aiddir. Bu ID-yə uyğun tapılır. İndi gələk one-to-many-yə. Məsələn, bir kursda, məsələn, mən bir neçə kursda işləyə bilərəm də. Düzdürmü? Peki Toğrul bəyən Turing relevant məni yox ola bilər. Turingin bir dənə müdiri oldu. Amma onun bir neçə kursu da ola bilər. Turingin bir müdiri ola bilər, amma həmən müdirin bir neçə kursu ola bilər. Düzdür, bu one-to-many-dir. Niyə mən bu kursundakı 3 dənə müdür? Əsas CEO həmişə bir olur da, heç vaxt ikisi olmur da. Onlar bölür öz aralarında. Devam demişdilər ki, o one-to-one olanda həmişə ardıcılı yuxarıdan aşağı gedir, heç vaxt aşağıdan yuxarı gidəmir. Bir də deyir. One-to-one olanda universitetdə müəllimə demişdi ki, heç vaxt ardıcılı prioritetlərdə aşağıdan yuxarı yox, ancaq yuxarıdan aşağı ola bilər. Yəni, ən başda olan ən birinci və ən vacib olmalıdır, sonra digərləri. Ona görə one-to-one da olur. Yəni, o səbəbi olmalıdır. Məsəl üçün, biyaqlar düz Rubə demişkən, Toğrul bəyin bir neçə dənə şey ola bilər, amma Toğrul bəyin özü bir dənədir deyə artıq o one sayılır, sonra bütün beyin olur. Amma onun cəmi bir kursu olub və sadəcə bir kursu olmalıdırsa, onda one-to-one olur. Biz də dediyi kimi kesə baxmalıyıq, o kesən asılıdır. Amma yenə deyirəm, biznesi, yəni bunu database-ə miqrasiya eləyəndə, database yazanda bu sual ortaya çıxsa, sabah Toğrul bəyin fərqli kursu olsa, orada arxitektlər deyəcək ki, bu ehtimal var, bunu basırıq one-to-many-yə.
Hə. Bunların önəmi nədir? Bunların Hansı önəmi yaranır? nədir? Bəs bunların arasında əlaqəni yaradırıq da. Hə, table qur. Table qururuq ki, biz də table qururuq ki, bəs hərəsi fərqli yerdə var. Var one to many, teacher. Məsələn mən, gör bu name Raildir. Nədir ID-si 1-dir. Kurs name. Elə bil mən həm burada işləyirəm, Turing, həm də Div-də işləyirəm. Okay? Tamam. İfsə, bu da one to many. Yəni mən birinci kursda işləyə bilərəm. Yaxud one to many-yə nə misallar gətirə bilərik? Sizin Nə? Many to many gözləmir. Many to many. Hə, gəlirik many to many-yə. Tələbə və kurslarda. Bir kursun bir neçə tələbələri ola bilər, düzdürmü? Bax, hə, məsələn, Dilrubə, Fatimə, Filza, Turingin tələbələridir, düzdürmü? Fatimə həm də Turingin, Kod Akademi tələbəsidir. Okay? Many to many. Burada da artıq bütün ID-lər. Burada hə, baxın, many to many-də uşaqlar, nuans nədir? One to one-da 2 dənə table var. Studentla studentin detaili 2 dənə table-dır. Studentin detaili studentin ID-sini saxlayıb. Okay? Student detail. Student detail ID-si, student detail də studentin ID-si saxlanır. One to many-də yenə 2 table var. Teacher, kurs. Kurs götürür, teacher'ın ID-sini saxlayır. Okay? Yəni many götürür, one-ın ID-sini saxlayır. Many to many isə yox, üçüncü bir table yaranır. Bu table ancaq ID-lər üçün nəzərdə saxlanılıb. Yəni bu table götürür həm studentın da, həm kursun da, həm özünün də bir ID-sini yaradır. Okay? Bu da oldu sizin relation